Gözlədim feilinin tərkibinə görə təhlilini düzgün eləyə bilirsənsə, onda sənin morfoloji təhlildən heç bir çətinliyin qalmaz. Siz əvvəlcə cavabları deyin, təhlil eləyin, ondan sonra keçək düzgün cavablara. Sözün kökü göz ismi olacaq. Lə adlardan feil əmələ gətirən şəkilçisidir, leksik şəkilçisidir. D şuudi keçmiş zaman şəkilçisidir, qrammatik. M isə şəxs sonluğu qrammatik şəkilçisidir. Feil xəbər şəklindədir. Çünki burada zaman şəklinin morfoloji əlaməti var. Keçək ikinci təhlilə. Yenə də göz sözün kökü olacaq, isimdir. Lə deyək ki, adlardan feil əmələ gətirir. Buradakı D-nin D formasında deyil, T-a keçmiş forma olduğuna görə sözdə əmr məzmunu var. Nə edim, gözlədim, kimi, dostumu gözlədim. Əmr eləyir də gözlətmək məzmunu var. Ona görə buradakı D, T forması hesab olunur. İm isə əmr şəklinin birinci şəxsin təkinin şəkilçisi hesab olunur. Bu tipli videoların gəlməsi üçün bəyənib kanala abunə olmağı unutmayın.